Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını, qoşulmama hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək. Bu fikirlər Prezident İlham Əliyevin Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları platformasının təsis konferansının iştirakçılarına ünvanladığı müraciətindəndir. Müraciəti Prezidentin köməkçisi Hikmət Hacıyev oxuyub. Təsisat konfransı Qlobal Cənub GT platformasının iştirakçılarına, əziz konferans iştirakçıları, bugün bizim üçün Qlobal Cənub, eləcə də ki, bizim 100-dən çox QHT hökumət təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyətləri bugün burada ilk dəfə olaraq Qlobal Cənub GT platformasına təsis olmasına toplaşıblar. Biz çox şadıq ki, 2 noyabr ayında keçirilən Bakıdakı Cənub-Cənub əməkdaşlığı QHT qoşulmama hərəkatı üzvlərinin COP29 çərçivəsində keçirilən tədbir çərçivəsində Azərbaycan Milli QHT təşəbbüsü çərçivəsində məhz Bakı Qlobal Cənub QHT platformasının təsis edilməsi qəbul edilmişdir. 1000-dən çox QHT nümayəndəsi, eləcə də ki, 140 ölkədə müxtəlif fəalları bir araya gələrək müvafiq olaraq birgə bəyannaməyə imza atmışdılar. Məhz COP29-un QHT tərəfindən koalisiyasının transformasiyası 500-ə yaxın QHT-ni dünyanın 100 ölkədən çox bir araya gətirilmişdir ki, bu da ki, məhz təşəbbüs çərçivəsində əsas məqsəd də məhz Qlobal Cənub QHT platformasının təsisat halına alınması, məhz birgə və koordinasiyalı tədbirlərin keçirilməsinə bir işarətdir. Ölkə olaraq məhz diversifikasiyalı xarici siyasəti yürüdərək Azərbaycan 120 ölkənin qoşulma hərəkatını 2019-2023-cü illər arasında sədrlik etməklə, məhz qətiyyətlə, biz qeyd etmək istəyirik ki, inkişaf etmiş ölkələr və əsas qlobal təşəbbüsləri məhz bizim maraq çərçivəsində biz humanitar ölçüdə maliyyə dəstəyini təxminən müxtəlif iqtisadi vəziyyətlərdə 18 ölkələrə göstərmişik. Məhz pandemiya zamanı da ölkələrə dəstək göstərmişik. Məhz mütərəqqi addımlarda bizim qoşulmama hərəkatının institusionallaşması çərçivəsində də Azərbaycan ciddi addımlar atmışdı. Qlobal Cənubun səsi olaraq Azərbaycan məhz bu platformanı Bakıda məhz özünün sədrliyi, qeyri-qoşulmama hərəkat çərçivəsində, məhz COP29 prezidentlik çərçivəsində bu fikirlər bir daha vurğulanmışdır. Mən inanıram ki, Qlobal Cənub QHT platforması özü gələcəkdə də müxtəlif bizim insanlarımızın səslərinin ucaldılması, beynəlxalq icmanın mövqeyinin gücləndirilməsi və onların hüquqlarının təmin edilməsi istiqamətində öz töhfəsini verəcəkdir. Azərbaycanın da məhz Qlobal Cənub və Qlobal Şimal arasında aktiv dialoqun formalaşdırılmasıyla qarşılıqlı etimad, anlaşma və mütəmadi olaraq da məhz uzun müddətli konsensusun əldə edilməsində Bakı prosesində COP29 çərçivəsində öz müsbət töhfəsini verəcəkdir. COP29 Azərbaycan ev sahibliyi edilərək çox tarixi bir uğura imza atmışdır və Azərbaycan da qürurlu və doğru olaraq COP29-un təbii ki, irsi qeyd etmək lazımdır ki, 197 ölkədən 80.000 iştirakçı ev sahibliyi etmişdir. Azərbaycan aktiv diplomatiyası ilə gələcəkdir. Öz mövcud Qlobal Cənubun, Qlobal Şimal arasındakı boşluğu aradan qaldırmağa, daha inklüziv və effektiv dialoqa töhfə verməyə hazırdır. Bununla belə iki ölkə arasındakı təbii ki, uzun müddətli proseslərin həyata keçirilməsində müəyyən boşluqlar və Qlobal Şimal və Qlobal Cənub arasında da qeyri-balansın aradan qaldırılması istiqamətində biz artıq öz öhdəliyimizi və etimad quruculuq istiqamətində göstərməyə hazırıq. Ölkə olaraq iqtisadi və siyasi transformasiya keçən bir ölkə olaraq öz ərazi bütövlüyünü və müstəqilliyinin öz vasitələri ilə üzləşən hərbi aqressiyaya, təcavüzə baxmayaraq, təbii ki, inkişaf edən və Qlobal Cənubun bütöv olaraq problemlərini bilərək Azərbaycan gələcəkdə də həmrəylik və
uzun müddətli daimi bir uğur naminə öz töhfələrini verməyə hazırdır. Azərbaycanın siyasəti daima və hər zaman özünün qarşılıqlı hörmət, etibad və ortaq inkişaf prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, bir sıra ölkələrin üzləşdiyi qlobal cənub çərçivəsində çətinliklər, təbii ki, müstəmləkə siyasəti çərçivəsində bəzi ölkələrin yürütdüyü müstəmləkə siyasətinin qurbanına çevrilmişdir və belə bir təcrübələri təəssüflər olsun ki, bir sıra insanlar arasında ki, baş verən təbii ki, mənfi bədnam hadisələrə səbəb olmuşdur və bunlar qəbul edilməzdir. Ümumiyyətlə sistem, siyasi sistemin asılı olaraq etnik və milli insanların müxtəlifliyinə hər zaman hörmət etmiş və dinlər arası və sivilizasiyalar arası dialoqa və millətlər arası dialoqa da Azərbaycan daim öz dəstəyini verməklə də bizim birgə təşəbbüslərimiz sayəsində daha da parlaq gələcəyi qrup və daha da ədalətli bir düzənin təmin edilməsi istiqamətində öz töhfəmizi verə bilərik. Qlobal Cənub EGHT platformasına uğurlar diləyir və eləcə də ki, bizim bu çox mötəbər tədbirdə bütün iştirakçıları salamlayır və təşəkkür edirəm. Hər zaman Azərbaycana etibar edə bilərsiniz. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev.